Salam, bugün sizinlə Azərbaycanın sürücülük qaydaları, nəqliyyat vasitələri ilə bağlı bəzi vacib məqamları müzakirə edəcəyik. Əlimizdəki mənbələr əsasında. Bəli, salam. Məqsədimiz odur ki, sürücü və ya maşın sahibi kimi sizin üçün ən aktual məsələləri, yəni qaydaları, prosedurları, bəlkə də bəzi incəlikləri aydınlaşdıraq. Bu məlumatlar deməli vəsiqənin alınmasından başlayır, maşının qeydiyyatı, texniki baxışı, hətta o cərimə balları məsələsinə qədər gedir, yetərincə genişdir. Gəlin onda elə sürücülük vəsiqəsindən başlayaq. Kimlərsə ilk dəfə almaq istəyir, məsələn, ən populyarı B kateqoriyasıdır yəqin ki, yaş 18 olmalıdır, elədir. Düzdür, minik avtomobilləri, yəni B üçün 18 yaş, amma məsələn, moped üçün 16 yaşdır, avtobus DA sürmək üçün isə yaş 23 olmalı, üstəlik 5 ildə təcrübə tələb olunur. Bəs hazırlıq? Kursa getmək həmişə məcburidir. Baxın, A, yəni motosiklet və B kateqoriyaları üçün özünüz hazırlaşa bilərsiniz. Amma digərləri, məsələn, yük maşınları, C və ya hələ avtobuslar D üçün, bəli, xüsusi hazırlıq kursu mütləqdir. Kurslar da yəqin fərqli müddətdə olur. Kateqoriyadan asılıdır. Təxminən 1.5 aydan 3.5 aya qədər dəyişir. Sonra gəlir imtahanlar, nəzəriyyə və təcrübə. Bəli, əvvəlcə kompüterdə nəzəri suallar olur, 10 sualdır, ən azı 9-u düz olmalıdır. Deməli, səhv etmə ehtimalı azdır. Diqqətli olmaq lazımdır. Bundan sonra isə təcrübi imtahan. O da 2 hissədən ibarətdir. Biri avtodromda, yəni qapalı meydançada manevrlar, yoxuşda hərəkətə başlama, park etmə, belə şeylər. İkinci hissə isə real şəraitdə, şəhər içində müəyyən marşrutla sürməkdir. Orada bir məsələ də var idi, avtomat və mexaniki qutu ilə bağlı. Onu biraz açaq. O maraqlıdır. Əgər siz B kateqoriyası üçün imtahanı avtomat sürət qutulunaşında verirsinizsə, vəsiqənizdə bu qeyd olunur və siz yalnız avtomat maşın sürə bilərsiniz. Yəni mexanika olmaz. Bəli, olmaz. Amma imtahanı mexaniki transmissiyalı maşında versəniz, onda həm mexanika, həm də avtomat sürə bilərsiniz. Seçim sizindir, amma nəticəsi fərqli olur. Başa düşdüm. Bu da bir detal. Yaxşı, vəsiqəni aldıq. İndi maşının özü ilə bağlı məsələlər. Qeydiyyat, texniki baxış, yeni maşın aldıq və ya satdıq. Qeydiyyat necə olur? Deyəsən, bu işlər asanlaşıb. Bəli, indi bir pəncərə prinsipi işləyir. Yəni, bütün proses Dövlət Yol Polisinin qeydiyyat imtahan məntəqəsində həll olunur. Əgər sənədlər tam qaydasındadırsa, deyək ki, təxminən 30 dəqiqəyə yekunlaşır. Bu yaxşıdır. Əlbəttə. Onu da deyim ki, əgər maşının, məsələn, mühərrikini dəyişdirsəniz, bunu da qeydiyyatda göstərmək lazımdır. Mühərrik demişkən, istənilən mühərriki qoymaq olar? Yo, elə deyil. Ümumiyyətlə, eyni markadan olan, texniki cəhətdən uyğun gələn mühərriki qoymaq olar. Amma başqa markanın mühərrikini yerləşdirməyə bir qayda olaraq icazə yoxdur. Bəzi istisnalar ola bilər, amma ümumi qayda budur. Texniki baxış da var elə. O, nə vaxtdan beri olmalıdır? Texniki baxış mütləqdir. Baxın, minik avtomobilləri əgər təzədirsə, istehsalından 4 il keçməyibsə, 2 ildən bir. 4 ili keçdisə, hər il. Bəs avtobuslar, yük maşınları? Avtobuslar və 3.5 tondan ağır yük maşınları, onlar hər il texniki baxışdan keçməlidir. İstisnasız. Aydındır. İndi keçək yoldakı qayda pozuntularına. Cərimə balları sistemi. Bu ballar necə hesablanır? 1-2 misal çəkə bilərsiniz? Əlbəttə, bəzi qayda pozuntularına görə təkcə pul cəriməsi yox, həm də cərimə balı yazılır. Məsələn, sürət həddini 20-dən 40 km/saata qədər aşmaq, deyək ki, 2 baldır. 40-dan 60-a qədər aşmaq və ya qırmızı işıqda keçmək, bu artıq 3 baldır. Əgər sürəti 60 km/saatdan çox aşsanız, bu 5 bal deməkdir. Ciddi rəqəmlərdir. Bəli, və ya məsələn, sərxoşluq yoxlanışından imtina etmək, bu da birbaşa 5 baldır. Bu ballar toplanır və müəyyən limitə çatanda sürücülük hüququ məhdudlaşdırıla bilər. Parklanma barədə də məlumat var idi. Duracaq və qaraj. Bunların fərqi nədir? Sürücü üçün nə əhəmiyyəti var?
Deməli, duracaq dedikdə adətən mühafizə olunan açıq və ya qapalı ərazi nəzərdə tutulur. Qaraj isə bildiyimiz kimi mühafizə olunan tikilidir. Praktik əhəmiyyəti odur ki, əgər maşınınız, necə deyim, hərəkətə maneə yaradırsa və siz yanında yoxsunuzsa, onu Bakı Nəqliyyat Agentliyinin xüsusi mühafizə olunan duracaqlarına apara bilərlər. Və bu duracaqlar daimi işləyir. Bəli, 24 saat fəaliyyət göstərir. Deməli, görürük ki, sürücülük vəsiqəsindən tutmuş, maşının saxlanılmasına qədər, yəni hər mərhələ üçün kifayət qədər ətraflı qaydalar mövcuddur. Təlim mərkəzinin təchizatından imtahanlara, texniki baxışa, ballara qədər. Tamamilə doğrudur. Bu qaydaları bilmək əlbəttə vacibdir, həm təhlükəsizlik baxımından, həm də qanuni məsuliyyətdən, gözlənilməz xərclərdən yayınmaq üçün. Amma bilirsinizmi, bütün bu məlumatların işığında bir sual yaranır. Buyurun. Bu qədər detallı qaydalar, texniki tələblər, hətta təlim mərkəzlərindəki avadanlıq siyahıları, görəsən bunlar real həyatdakı o gözlənilməz yol şəraitinə sürücünü nə dərəcədə effektiv hazırlayır? Sizcə, bu formal qaydalarla praktiki vərdişlər arasında balans necə qurulur, qurulmalıdırmı? Bu, bəlkə də dinləyicilərimiz üçün də bir düşünmə mövzusudur.